إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله الذي بلغ الرسالة وأدى الأمانة ونصح الأمة وجاهد في الله حق جهاده حتى أتاه اليقين صلى الله عليه وسلم تسليما كثيرا إلى يوم الدين. أشهد أن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة فإن كل بدعة ضلالة وكل ضلالة في النار. أما بعد فالسلام عليكم ورحمة الله وبركاته. Aziz Müslümanlar, Allah Azze ve Celle nasip ederse bugün bir mesele üzerinde danışmak istedim. Sebep de bir aksakkal kardeşimizin təqribən 2 hafta önce, belki de 10 gün önce bir gönderdiği video vardı. Onun üzerine danışmakta sebep odur. Ve videonu ilk günde biraz dinledim. Daha sonra dinlemek istemedim. Lakin baktım ki mesele faciəvidir, mesele felaketlidir, durum çok acınacaqlıdır ve ağlamalıdır. Ona göre de mecburen bu video üzerine danışmak istedim. Neye göre felaketli olduğunu, acınacaqlı olduğunu zikr edirəm. Çünkü sözü gedən video 38 dəqiqə 55 saniyədir ve orada namaz meselesi, Müslümanların kıldığı 5 vaxt namaz meselesi o kadar xəfifə alınıb ki, o kadar değersizleştirilib ki, yani insanlar, onu dinleyen insan, tabii ki herkes yok ama yani dinleyen ekser insan diyor ki ben de namaz kılırım. Ben namaz kılmasam da Müslümanım. Namaz dinin əslindən değil, namaz tövhidin əslindən değil. İnsan iller boyu namaz kılmadan da Müslüman olur. Namazı terk edən hakkında ümmət ixtilaf etmiştir vesaire şeylerle. Bunu dinleyen insan sonunda neticede yani deyir ki ben namaz kılmasam da olar. Ve ümumiyyətlə bir dinleyen insan belə düşünsün, düşünməsin. O mühim değil. Mühim olan odur ki, danışan insan elm iddia edir, dəvət iddia edir və namazı o kadar xəfifə alır. Yani müsibət budur, fəlakət bundadır. Və deyir ki, bu müasir xaricilərin namazla bağlı küfür fikirləri var vesaire vesaire. O xaricilər kimlərdir? Hansı tayfadır, nədir, fikirlər nədir? Vallahi mənim xəbərim yoxdur, bilmirəm, Allah da şahiddir. Yəni, videonu mənə göndərməsəydilər, böyük ehtimal mənim xəbərim olmayacaqdı. Məsələ onun kimə rəddiyə verməsi deyil. Məsələ o söhbətdə danışılan şeylərdir ki, bunlar müsibətdir, fəlakətdir və buna cavab verilməlidir ki, insanlar doğrunun nə olduğunu bilsinlər. Adam danışanda o kadar yani batıl şeyler deyir ki, en çok təəccübləndiğim şey odur ki, yani bunu dinleyen bu kadar insanın hiçbiri mi, yani aralarında hiç kim mi bunun fərqinə varmır? Bu kadar dinleyen insanlar neye göre bu kadar qafildirlər, neye göre bu kadar etinasızdılar, naqeyddirlər, vallahi ki anlamış değilim. Bu 38 dəqiqəlik videonun hər dəqiqəsinə, yəni en azından bir dənə etiraz etsən, en az 38 dənə etiraz olardı. Lakin mən bir çoxunu xülasələşdirməyə çalışdım, ixtisar etməyə çalışdım. Və nəticə etibarilə sıra sayıla 20 dənə etirazım var, 20 dənə rəddiyəm var deyim. Yəni bu 38 dəqiqəlik videoya 20 dənə rəddiyə var, etiraz var deyə bilərik. Və İlk olarak onu deyirəm ki, yenə bu adam adəti üzrə özü kimi olmayan kimsələri axmaqlıqla, səfehliklə itham edir və bir neçə dəfə, yəni yadımda qalan bir neçə dəfədir ki, yəni axmaqdır, səfehlikdir, səfehdirlər və s. Yəni sən bu insanlara xeyir istəyirsənsə,
Yəni bunları niyə təhqir edirsən? Xeyir istəmirsənsə belə, yəni sən nə istəyirsən, yəni nə etmək istəyirsən? Yəni bu insanlar yanlış yoldadırlarsa, batil üzərindədirlərsə, sən bunlara axmaq səfeh deməklə bundan dönən deyirlər ki, ən azından elə bir üslubla danış ki, insanların qəlbini qırmayasan. Lakin bu səndə zaten bilinen bir şeydir. Hətta bunu özün müdafiə eləməyə çalışmırsan ki, müxalifləri aşağılamaq lazımdır və s. və s. Bu da yəni batil bir şeydir, yanlış bir şeydir. Və yenə də başlayır aslı din və s. dinin əsli. Və elə danışır ki, sanki dinin əsli dediyi şey bunun şəxsi mülküdür. Yəni bu deyir ki, bu dinin əslindəndir. Və dinin əslində birisi bir şey daxil edəndə və birisi bir şey oradan çıxaranda deyir ki, bu küfürdür. Ora bir şeyi daxil etmək də küfürdür. Oradan bir şeyi çıxartmaq da küfürdür. Dediyin kimidirsə, bu dinin əslini təyin edən ayətlər, hədislər hansıdır? Bunları qoy ortalığa. Bilək ki, ayət və hədislər dinin əslini bu şeylərlə məhdudlaşdırıb, artıq ora kimsə müdaxilə etməsin. Lakin belə bir məhdudlaşdırma yoxdur, belə bir sistemləşdirmə yoxdur. Nə Quranda, nə sünnətdə belə bir şey yoxdur. Sən bir şey iddia eləyirsən və yaxud da sənin bəhrələndiyin bəzi elm əhli insanlar bir şeylər iddia eləyirlər, onlardan başqa da elm əhli vardır. Nəticə itibarilə sən burada bunları necə küfrdə itham edirsən? Yəni sənin kimi düşünməyən, sənin kimi danışmayan, sənin kimi etiqad etməyən kimsə kafir olmalıdır. Yəni bunun qaçışı yoxdur. Çünki siz özünüzü bir ölçü təyin etmişsiniz. Sizdən başqası haqq üzərində ola bilməz, sizin kimi olmayan haqq üzərində ola bilməz. İkinci məsələ, deyirsən ki, ixtilaf haqdır, ixtilaf etmək haqdır. Bu hardan çıxıb? İxtilafın haqq olması hardan çıxıb? İxtilafa gah haqq deyirsiniz, gah rəhmət deyirsiniz. Yəni bu ixtilafın batil olduğunu, ixtilafın zərərli bir şey olduğunu müsəlman olsun, kafir olsun, hamı bilir. Yəni müsəlman ilə kafir ilə hər kəs bilir ki, ixtilaf etmək şərdir. Siz necə eləmişsiniz bunu? Yəni bu İslam iddiasındasınız. İslam dini ixtilafı harda bizə əmr edib? İslam dini harda ixtilafın haqq olduğunu deyib? Bir şeyi ki Allah Resulü sallallahu aleyhi ve sellem qınıyıb, ondan öncə Allah subhanahu wa ta'ala qınıyıb. Sən buna necə haqq deyə bilərsən? Qadağan edib Allah və Resulü ixtilaf etməyi. Allah və Resulünün qınadığı, qadağan etdiyi bir şey necə haqq olur? Yəni sən buna hansı bilgi ilə, nə ilə sən buna haqq deyirsən? Allah subhanahu wa ta'ala buyurur ki, ذَٰلِكَ بِأَنَّ اللّٰهَ نَزَّلَ الْكِتَابَ بِالْحَقِّ وَإِنَّ الَّذ۪ينَ اخْتَلَفُوا فِي الْكِتَابِ لَفِي شِقَاقٍ بَعِيدٍ. Bəqərə surəsi 176-cı ayət-i kərime. Bu ona görədir ki, Allah kitabı haqq ilə nazil etmişdir. Və həqiqətən də heç şübhə yoxdur ki, kitab barəsində ixtilaf edənlər uzaq bir şiqaq, yəni bölünmə, təfriqə, ixtilaf, həzimət içərisindədirlər. Budur haqq. Yəni uzaq bir şiqaq içində olmaq, bölünmə, təfriqə, ixtilaf, çəkişmə, savaş, həzimət içində olmaq haqq budur. Yəni, səni dinləyənlər yəni, Quran oxumurlarmı? Sən özün Quran oxumursan. Mən başqa şey deyə bilmirəm. Yəni, sən Quran oxusan, vallahi ki, Quran oxuyan belə danışa bilməz. Yəni, rafizi falan birisi olsaydım, deyərdim ki, rafizlərə görə Quran oxuyursan, amma onun tamam başqa mənası var. Çünki filan kəslər bunu belə oxuyublar, belə açıqlayıblar. Sən ki, rafizi deyilsən. O zaman bu nədir? Quran oxusan, sən bunları danışmazdın. Bəqərə 176-nı oxuduq. Eləcə də Resulullah sallallahu aleyhi ve sellemin hədisləri vardır. حدثنا عبد الرحمن بن مهدي حدثنا حماد بن زيد عن أبي عمران الجوني قال كتب إلي عبد الله بن رباح يحدث عن عبد الله بن عمرو قال هجرت إلى رسول الله صلى الله عليه وسلم يوما فإن لجلوس إذ اختلف رجلان في آية فارتفعت أصواتهما فقال إنما هلكت الأمم قبلكم باختلافهم في الكتاب. وفي رواية حدثنا أبو كامل فضيل ابن حسين الجحدري حدثنا حماد بن زيد حدثنا أبو عمران الجوني قال كتب إلي عبد الله بن رباح الأنصاري أن عبد الله بن عمرو قال هجرت إلى رسول الله صلى الله عليه وسلم يوما قال فسمع أصوات رجلين اختلفا في آية فخرج علينا رسول الله صلى الله عليه وسلم يعرف في وجهه الغضب فقال
İnnemâ heleke men kâne qablekum bixtilâfihim fil kitab. Yəni, vaxtım olanda hədis oxu deyəcəm. Yəni, Quran oxumayan, Qurandan bixəbər, Quranın həqiqətlərinə müxalif danışan kimsə hədis hardan oxuyacaq? İmam Əhməd buyurur, rəhmətullahi aleyh, bizə Abdurrahman ibn Məhdi danışdı, bizə Həmməd ibn Zeyd danışdı. Abu İmran el-Cavni'dən dedi, Abdullah ibn Rabah mənə məktub yazdı. Abdullah ibn Amr'dan danışırdı, dedi. Bir gün günorta ən isti vaxtda Resulullah sallallahu aleyhi və səlləmin yanına getdim. Biz oturmuşduq. Birdən iki kişi bir ayət üzərində ixtilaf etdilər və səsləri yüksəldi. Resulullah sallallahu aleyhi və səlləm dedi, sizdən əvvəlki ümmətlər yalnız kitabda ixtilaflarına görə həlak oldular. İmam Əhmədin müsnədində 6801 nömrəli hədisdir. Nə dedi Resulullah sallallahu aleyhi və səlləm? Sizdən əvvəlki ümmətlər yalnız kitabda ixtilaflarına görə həlak oldular. İxtilafın tək səbəbi, həlak olmanın tək səbəbinin ixtilaf olduğunu deyir aleyhissalatü vesselam. Sən desə ki, ixtilaf haqdır. Yəni, hansı Peyğəmbərə iman etmirsən, hansı Rəsula iman etmirsən? Çox maraqlıdır mənə. Digər bir rivayətdə. Bizə Əbu Kamil Fudeyl ibn Hüseyin el-Cəhduri danışdı. Bizə Həmməd ibn Zeyd danışdı. Bizə Abu İmran el-Cavni danışdı. Dedi, Abdullah ibn Rabah el-Ansari mənə yazdı ki, Abdullah ibn Amr demişdir. Bir gün günorta ən isti vaxtda Resulullah sallallahu aleyhi və səlləmin yanına getdim. Birdən o, bir ayət üzərində ixtilaf edən iki kişinin səslərini eşitdi və Resulullah sallallahu aleyhi və səlləm bizim yanımıza çıxıb gəldi. Onun üzündən qəzəbli olduğu bilinirdi. Qəzəblənib aleyhissalatü vesselam. Aləmlərə rəhmət olaraq göndərilən bir Resul Muhammed sallallahu aleyhi və səlləm iki nəfər sahabənin bir ayət üzərində ixtilaf etməsi, bir ayət. Bu səbəbdən qəzəbləndi və nə deyir? Sizdən əvvəlkilər yalnız kitabda ixtilaf etdiklərinə görə həlak oldular. Haqdır bəs ixtilaf yəni. Hanı? Sənə mi inanaq, Allah və Rəsuluna mı inanaq? İmam Müslimin səhiyində 6870 nömrəli rivayət edir. Hədisə Əhməd, Müslim və Nəsai rahimehumullah rivayət etmişdir. Yenə أخيخ حدثنا حدثنا أبو أسامة عن شعبة عن عبد الملك بن ميسرة قال سمعت النزال يقول قال عبد الله سمعت رسول الله صلى الله عليه وسلم يقول إن من قبلكم اختلفوا فيه فأهلكهم فلا تختلفوا فيه يعني القرآن. وفي رواية حدثنا آدم حدثنا شعبة حدثنا عبد الملك بن ميسرة قال سمعت النزال بن سمرة الهلالي عن ابن مسعود رضي الله عنه قال سمعت رجلا قرأ وسمعت النبي صلى الله عليه وسلم يقرأ خلافها فجئت به النبي صلى الله عليه وسلم فأخبرته فعرفت في وجهه الكراهية وقال كلاكما محسن ولا تختلفوا فإن من كان قبلكم اختلفوا فهلكوا. İmam Ebu Bakır İbn Abi Şeybə rahmetullahi aleyh Musannəfində rivayət edir. Deyir ki, bizə Əbu Usama danışdı, bizə Şübə danışdı. Abdülməlik ibn Meysaradan dedi. Nəzzəli eşitdim deyirdi. Abdullah dedi. Resulullah sallallahu aleyhi və səlləmi eşitdim deyirdi. Həqiqətən də sizdən əvvəlki kimsələr onda ixtilaf etdilər. Allah da onları həlak etdi. Odur ki, siz də onlar kimi onda ixtilaf etməyin. O, Quranı qəsd edirdi. İbn Əbi Şeybənin Musannəfində 30796 nömrəli rivayətdir. İmam Buxari səhihində 3476 nömrəli hədisdə buyurur. Bizə Adəm danışdı, bizə Şübə danışdı, bizə Abdülməlik ibn Meysara danışdı, dedi. Nəzzəl ibn Sabra el-Hilalini eşitdim, İbn Məsud radiyallahu anhudan dedi. Bir dəfə bir kişini Quran oxuyarkən eşitdim. Sonra da Nəbi sallallahu aleyhi və səlləmi isə onun xilafını oxuyarkən eşitdim. Onunla Nəbi sallallahu aleyhi və səlləmin yanına gəldim. Ona durumu xəbər verdim. Onun üzündən bunu xoşlamadığını gördüm və o dedi. İkiniz də muhsinsiniz, yəni doğru oxuyursunuz, ixtilaf etməyin. Çünki həqiqətən də sizdən əvvəlkilər sizin kimi ixtilaf etdilər və həlak oldular. Bəs ixtilaf haqqı idi. Nə oldu? Nə ayət oxuyursan, nə hədis oxuyursan. İlm tələbəsi deyə insanlara çıxırsan kürsüdə mühazirə oxuyursan. Bunlardan xəbərin yoxdur sənin. Xəbərin varsa bu ümməti niyə aldadırsan, bu toplumu niyə aldadırsan, bunları niyə görə cəhənnəmə sürükləyirsən, niyə ixtilafa sürükləyirsən bunları? Yenə oxuyaq. Həddəsənə Yahya ibn Süleyman, qalə həddəsənə İbn Vahb, qalə əxbarəni Yunus, an İbn Şihab, an Ubeydillah ibn Abdillah, an İbn Abbasin qal,
لما اشتد بالنبي صلى الله عليه وسلم وجعه قال ائتوني بكتاب أكتب لكم كتابا لا تضل بعده. قال عمر إن النبي صلى الله عليه وسلم غلبه الوجع وعندنا كتاب الله حسبنا. فاختلفوا وكثر اللغط وقال قوموا عني ولا ينبغي عندي التنازع. فخرج ابن عباس يقول إن الرزية كل الرزية ما حال بين رسول الله صلى الله عليه وسلم وبين كتابه. İmam Buxarinin səhihində 114 nömrəli rivayəti oxudum. Həmçinin bunu yenə səhihində 7366 nömrəli hədis olaraq rivayət etmişdir. Hədisi təxric edən alimlər İmam Əhməd, Buxari, Müslim, Nəsai, Əbu Avanə və İbn Hibbandır. Deyir ki, bizə Yahya ibn Süleyman danışdı. Dedi, mənə İbn Vahb danışdı. Dedi, mənə Yunus xəbər verdi. İbn Şihabdan, Ubeydullah ibn Abdullahdan, İbn Abbasdan dedi. Nə zaman ki, Nəbi sallallahu aleyhi və səlləmin ağrıları, yəni vəfatına az müddət qalmış olan xəstəliyi səbəbilə ağrıları qüvvətləndi, o belə dedi. Mənə yazı yazdıracaq bir şey, yəni kağıt qələm gətirin. Sizin üçün elə bir yazı yazım ki, ondan sonra əsla zərarətə düşməyəsiniz. Ömər radiyallahu deyir. Şübhəsiz ki, Nəbi sallallahu aleyhi və səlləm onun ağrıları qalib gəlmişdir. Bizdə Allahın kitabı vardır, o bizə kifayət edər. Bu zaman sahabələr yazının yazılıb yazılmaması barəsində ixtilaf etməyə başladılar və səs-küy çoxaldı. Rasulullah sallallahu aleyhi və səlləm dedi, yanımdan qalxın, mənim yanımda çəkişmək olmaz. İbn Abbas radiyallahu anh oradan veya bu hadisi dediği yerden çıktı ve belə deyirdi. Həqiqətən də bütün müsibətlərdən ən böyük müsibət Rasulullah sallallahu aleyhi ve sellem ilə onun kitabı, yəni yazmaq istədiyi yazı arasında girən bu hadisə oldu. Hətta başqa rivayətlərdə oxusan, ki sən oxumursan, sizin oxuduğunuz ancaq adını əqidə kitabları qoyduğunuz kitablardır. Nə ayət oxuyursunuz, nə hədis oxuyursunuz. Abdullah ibn Abbas radiyallahu anh o qədər ağlayır ki, onun göz yaşları yerdəki daşların üzərine tökülür, yəni o qədər çox ağlayır. Göz yaşları axır, tökülür yerə. Bu hadisə səbəbilə. Nə dedi aleyhissalatü vesselam? Qumu anni, mənim yanımdan çıxın gedin dedi. La yenbəği indi ət-tənazə. Mənim yanımda çəkişmə etmək, ixtilaf eləmək olmaz. Aleyhissalatü vesselam qovub yanından sahabələri. Qəzəbləri bunlara. Çıxın gedin yanından deyib. Sən deyirsən, ixtilaf haqdır. Resulullah sallallahu aleyhi ve sellemin yanından uzaqlaşdırdığı şeyə sən haqq deyirsən. Yəni, sən hansı dinlə danışırsan? Sən ümumiyyətlə hansı dinə dəvət edirsən? Nəyə dəvət edirsən sən? Nə ixtilaf? Üçüncü məsələ, deyirsən ki, İslam dininin əsli tövhiddir. Və açıqlama versən davamında, tağuta küfr edib Allaha iman etmək, şirki tərk etmək, şirkin özündən və əhlindən bəraət etmək, onları təkfir etmək. Bu vəsflər mükəlləfdə cəm olsa, o müsəlman olur. Bu sənin iddiandır. Danışırsan və davamında da Bəqərə küləlatını edib deyirsən ki, iki şey deyir. Küfür, iman, inkar, isbat. Yəni, ayət-kəlməni açıqlamağa çalışırsan, davamında deyirsən. Bu iki rükünü də açıqlayan digər ayətlər ki, şirki tərk etməkdir, batil ilahları rədd etməkdir, Allahı ibadətdə birləməkdir. Bu iki rükünün təfsiratı budur. Yəni, sən burada açıqlama verdin. Səni dinləyənlərdən heç kim soruşmur ki, sən deyirsən ki, namaz yox idi, ancaq tövhid var idi. Bəs bu ibadətdə birləmək dedin. Bu ibadət deyəndə namaz yoxdur ibadətin içində. Namaz ibadət deyilmi? Bir insan düşün ki, sənin dediyindən yola çıxaraq deyirəm. Yəni, bu adam tövhidi öyrənir, şirki tərk edir, şirkin özündən və əhlindən bəraət edir, onları təkfir edir. Amma namaz qılmır. Tövhid Allahı birləməkdir. O birlədiyin ilah, özünə ilah olaraq qəbul etdiyinə, şahidlik etdiyin ilah sənə nə deyir? Namaz qılmağı əmr edir. Sən necə namaz qılmırsan? Heç mi səndən soruşmurlar ki, yəni, bu nətər olur, bu necə olur ki, bu ibadətdə birləmək deyəsən, amma namaz qılmırsan. Dördüncü məsələ. Muaz radiyallahu anh hədisini zikr edirsən. Yəni, bu hədisi heç olmasa özün başa düşürsən oxuyanda. Özün oxuyursan, nə özün anlayırsan, nə də səni dinləyənlər. Əgər onlar səni anlasaydılar, bu hədisi sənin az əvvəl dediyinə müxalif olduğunu deyərlər ki, sən nə danışırsan? Yəni, bu oxuduğun hədis sənin 2 dəqiqə öncə dediyin şeylərə müxalif deyir. Yəni, ümumiyyətlə hədis oxumağı bilmirsən, bir dəfə cəhd elədin ki, sənədinlə oxusan, özünü biabır elədin. Belə oradan buradan bir hissəsini danışırsan ancaq. Yəni,
en azından dinləmirsən də. Yəni müxtəlif çirkin ləqəblərlə məni ləqəbləndirmək yerinə, yəni elm tələbəsini keçdim. Yəni sənin yaşda olan bir kişinin ağzını almağa həya edəcəyi kəlmələrlə telegram kanallarında mənim adıma yəni çirkin sözlər demək yerinə get hədis oxumağı öyrən, isnad oxumağı öyrən, mətn oxumağı öyrən. En önemlisi anlamağı öğren. حدثنا وكيع حدثنا زكريا بن إسحاق المكي عن يحيى بن عبد الله بن صيفي عن أبي معبد عن ابن عباس أن رسول الله صلى الله عليه وسلم لما بعث معاذ بن جبل إلى اليمن قال إنك تأتي قوما أهل كتاب فادعهم إلى شهادة أن لا إله إلا الله وأني رسول الله فإنهم أطاعوك لذلك فأعلمهم أن الله عز وجل افترض عليهم 5 صلوات في كل يوم وليلة فإن أطاعوا لذلك فأعلمهم أن الله عز وجل افترض عليهم صدقة في أموالهم تؤخذ من أغنيائهم وترد إلى فقرائهم فإنهم أطاعوك لذلك فإياك وكرائم أموالهم واتق دعوة المظلوم فإنها ليس بينها وبين الله عز وجل حجاب. وفي رواية حدثنا أمية بن بسطام حدثنا يزيد بن زريع حدثنا ربح بن القاسم عن إسماعيل بن أمية عن يحيى بن عبد الله ابن الصيفي عن أبي معبد عن ابن عباس رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم لما بعث معاذا رضي الله عنه على اليمن فقال إنك تقدم على قوم من أهل كتاب فليكن أول ما تدعوهم إليه عبادة الله فإذا عرفوا الله فأخبرهم أن الله قد فرض عليهم 5 صلوات في يومهم وليلتهم فإذا فعلوا فأخبرهم أن الله فرض عليهم زكاة من أموالهم وترد على فقرائهم فإذا أطاعوا بها فخذ منهم وتوق كرائم أموال الناس. وفي رواية وحدثني عبد الله بن أبي الأسود حدثنا الفضل بن العلاء حدثنا إسماعيل بن أمية عن يحيى بن عبد الله بن محمد بن الصيفي أنه سمع أبا معبد مولى ابن عباس يقول سمعت ابن عباس يقول لما بعث النبي صلى الله عليه وسلم معاذا نحو اليمن قال له إنك تقدم على قوم من أهل الكتاب فليكن أول ما تدعوهم إلى أن يوحدوا الله تعالى فإذا عرفوا ذلك فأخبرهم أن الله فرض عليهم 5 صلوات في يومهم وليلتهم فإذا صلوا فأخبرهم أن الله افترض عليهم زكاة في أموالهم تؤخذ من غنيهم فترد على فقيرهم فإذا أقروا بذلك فخذ منهم وتوق كرائم أموال الناس. Bu hadisi İmam Ahmed, Darimi, Bukhari, Müslim, Abu Davud, Nesai, İbn Mace, Tirmizi, İbn Huzeyme ve İbn Hibban rivayet etmişlerdir. Ben okuduğum rivayetler İmam Ahmed'in ve Bukhari'nin rivayetleridir. İmam Ahmed deyir ki, bize Vaki danıştı. Bize Zekeriya İbn İshak el-Mekki danıştı. Yahya İbn Abdullah İbn Sayfi'den, Ebu Ma'bad'dan, İbn Abbas'tan. Resulullah sallallahu aleyhi ve sellem Muaz bin Cebel'i Yemen'e gönderende dedi, həqiqətən də sən kitab əhli olan bir qövmin yanına gedirsən. Odur ki, ən əvvəl onları Allahdan başqa ilahın olmadığına və mənim Allahın Rəsulu olmağım şəhadətinə dəvət et. Əgər onlar bunda sənə itaat etsələr, ondan sonra onlara bildir ki, Allah Azze ve Celle hər gecə və gündüzdə onlara 5 vaxt namazı fərz etmişdir. Əgər onlar bunda da sənə itaat etsələr, ondan sonra onlara bildir ki, Allah Azze ve Celle onların mallarında sədəqəni, yəni zəkatı fərz etmişdir. Bu sədəqə onların zənginlərindən alınıb fəqirlərinə verilir. Əgər onlar bunda da sənə itaat etsələr, onların mallarının ən yaxşısını zəkat olaraq götürməkdən həzər et. Məzlumun duasından da çəkin. Çünki həqiqətən də onunla məzlumun duası ilə, yəni Allah Azze ve Celle arasında heç bir hicab, yəni mani əngəl yoxdur. İmam Əhməd Müsnədində 2071 nömrədə rivayətdir. İmam Bukhari buyurur ki, bize Umeyye İbn Bistam danıştı, bize Yazid İbn Zürey danıştı, bize Ravh İbn Qasim danıştı, İsmail İbn Umeyye'den, Yahya İbn Abdullah İbn Sayfi'den, Ebu Ma'bad'dan, İbn Abbas radıyallahu anhü'den, Resulullah sallallahu aleyhi ve sellem Muaz radıyallahu anh'ın Yemen'e gönderende dedi, həqiqətən də sən kitab əhli olan bir qövmin yanına gedirsən, qoy onları dəvət etdiyin ilk şey Allah'a ibadət olsun. Yəni deyəcəm, vaxtın olanda hədis oxu, yəni sənin onlara vaxtın yoxdur. Sənin ancaq o çıxıb orada 38 dəqiqə cəmaata deyilən ki, namaz qılmasan da müsəlman ola bilərsən. Namaz qılmadan da müsəlman olunur. Amma buna dəvət elə. Qoy onlara dəvət etdiyin ilk şey Allah'a ibadət olsun.
Əgər onlar Allahı bilsələr, Allahın haqqı ilə tanısalar, onlara bildirir ki, Allah gecələrində və gündüzlərində onlara 5 vaxt namazı fərz etmişdir. Əgər onlar bunu etsələr, onlara xəbər verir ki, Allah onlara mallarına zəkatı fərz etmişdir. O zəkat onlardan alınıb onların fəqirlərinə verilir. Əgər onda, yəni zəkat verməkdə sənə itaat etsələr, onlardan mallarının zəkatını götür və insanların mallarının ən yaxşısını zəkat olaraq götürməkdən çəkin. İmam Buxarinin səhihində 1458 nömrəli hədis. Digər bir rivayətdə mənə Abdullah ibn Əbil Əsvad danışdı, bizə Fadıl ibn Əla danışdı, bizə İsmail ibn Umeyyə danışdı, Yahya ibn Abdullah ibn Muhammed ibn Sayfidən o İbn Abbasın mövlası Əbu Məbədə eşitmişdir, İbn Abbas'a eşitdim deyirdi. Nəbi sallallahu aleyhi və səlləm Muazı Yəmən tərəfə yollayanda ona dedi, şübhəsiz ki, sən kitab əhlində olan bir qövmin yanına gedirsən. Qoy onlara dəvət etdiyin ilk şey Allah Taala'nı tövhid etmək olsun. Əgər bunu bilsələr, onlara xəbər ver ki, Allah onlara gecələrinə və gündüzlərində 5 vaxt namazı fərz etmişdir. Əgər namaz qılsalar, onlara xəbər ver ki, Allah onlara mallarında da zəkatı fərz etmişdir. O zəkat onların zənginlərindən götürülür və onların fəqirlərinə verilir. Əgər onlar bunu iqrar etsələr, onlardan zəkat götür və insanların mallarının ən yaxşı zəkat olaraq götürməkdən də çəkin. İmam Buxarinin səhihində 7372 nömrəli hədisdir. Və hədisdə zikri keçən Abdullah ibn Abbas radiyallahu anh'ın mövlası, azadlıq görəsi Əbu Məbəd adı Nafizdir. Və burada nəyi gördük biz? Resulullah sallallahu aleyhi ve sellem Muaz ibn Cəbəli Yəmənə göndərəndə radiyallahu anh'ı nəyə əmr eləyir? Tövhidə dəvət edirsən, qəbul etsələr namazı əmr eləyirsən. Demədi get onları tövhidə dəvət elə, tövhidə şəhadət kəlməsini dedilər ki, geçsinlər. Gəlsinlər, dolaşsınlar, 9 il su keçsin, sonra gələrsən, onların namazı oraya gələrsən. Belə bir şey yoxdur. Yəni, hədisi oxusan, bax, nə deyir? Yəni, ilk rivayətə baxaq, İmam Əhmədin rivayətinə baxaq. فَإِنْهُمْ أَطَاعُكَ لِذَٰلِكَ فَأَعْلِمْهُمْ. Buradakı fə hərfi nə ifadə edir? Nəyi bildirir? 9 il sonra yoxsa təqib bildirir. Həmən arxasınca. Tufidü təqib. Həmən arxasınca. İnnəkə tə'ti qavmən əhlə kitabin fəd'uhum ilə şəhadəti ən la ilahə illallah və ənni rasulullah. Həqiqətən də sən kitab əhli olan bir qövmin yanına gedirsən, olur ki, onları la ilahə illallah şəhadətinə və mənim də Allahın Rasulullah şəhadətinə dəvət et. فَاِنْهُمْ اَتَاعُكَ لِذَٰلِكَ. Əgər onlar sənə bunda itaat etsələr, فَاَعْلِمْهُمْ. Onlara həmən bildir ki, اَنَّ Azze ve Celle اِفْتَرَضَ. Allah Azze ve Celle onlara fərz etmişdir. خَمْسَ صَلَوَاتٍ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ. Hər gecə və gündüzdə, hər gündüz və gecədə onlara 5 vaxt namazı fərz etmişdir. اِفْتَرَضَ. فَاِنْ اَطَاعُوا لِذَٰلِكَ. Əgər, həmən arxasınca, bunda sənə itaat etsələr, fə'alimhum, onlara bildir ki, Allah Azze ve Celle onlara mallarında zəkatı fərz etmişdir. Xəfif almısan namazı, yəni namaz qılmadan da müsəlman olunur və s. Sən nəyə dəvət edirsən, nəyə nail olmaq istəyirsən, nə etmək istəyirsən sən? Xavaric belə dedi, Davaxil belə dedi, Murciə. Yəni millətə min dənə ad qoymusan, o xaricidir, bu daxilidir, bu murciədir, bu nəzzamidir, bu nə bilim nədir. Özünə ad qoyan lazımdır. Sən özün nəsən? Sən nəyə dəvət edirsən ümumiyyətlə? Nədir bu? Nə danışırsan sən? Mən vallahi sənin səsini qoymağa utanıram belə. Ki, bu nə danışır? Bu nə deyir? Bu nəyə çağırır? Nəyə dəvət edir bu? Videonun adı da var hələ. Müasir xaricilərin namaz məsələsi üzərində 3 küfür fikri nə bilim nə. Ancaq ona buna ad qoy, təkfir elə, axmaqdır, səfehdir. Yəni etdiyin budur. Sən buna dəvət edirsən. Oxuduqlarından heç birisini anlamırsan. Nə oxuduğunu özün də bilmirsən. Hələ buraxdığın səhvləri heç danışmıram. Çünki onu heç belə, yəni heç kim narahat deyir ki, bu adam üzünü oxuya bilmir. Üzünə düzgün oxuya bilməyən bir elm tələbəsi. İllərdir. 20 il keçdi, sən üzünü oxumaq öyrənə bilmədin. 20 il keçdi. İmam Buxarinin rivayətində nə deyir? 1458 nömrəli hədisdə. فَلْيَكُنْ أَوَّلَ مَا تَدْعُوهُمْ إِلَيْهِ عِبَادَةُ اللّٰهِ. Odur ki, onları dəvət edəcəyin ilk şey, əvvəl şey nə olsun? Allaha ibadət olsun. Sən deyirsən ki, La ilahe illallah Muhammed Resulullah de, vəssalam.
Beşinci məsələ. Deyirsən ki, Resulullah sallallahu aleyhi və səlləmin 23 illik peyğəmbərliyi 2 hissədən ibarətdir. Məkkə və Mədinə dönəmi. 13 illik Məkkə dönəmində Resulullah sallallahu aleyhi və səlləm insanları tövhidə dəvət edib. Nə namaz vardı, nə oruc, nə həcc. 13 illik Məkkə dönəmində tövhid dəvəti olub. Nə namaz vardı, nə oruc, nə də həcc. Yəni tövhid səndə ancaq sözdən ibarətdir. Yəni ki, deyən la ilahə illallah, müşrikləri təkfir elə, onlardan bəri ol. Namaz falan yoxdur. Yəni sənin bu sözünü rəhbər alıb hər hansı bir qövmə dəvət eləməyə gedən kimsə gedəcək onları deyəcək ki, şəhadət kəlməsini deyin. Namaz da yoxdur, zəkat da yoxdur, oruc da yoxdur, həcc də yoxdur. Yəni budur da, sənin sözün aşağıda bunu deyirsən. Öz səsini özün bir dinlə, gör nə deyirsən orada. Deyirsən ki, hicrətdən 1 il öncə namaz fərz oldu. 12 il tövhidə dəvət edib. Yəni Rasulullah sallallahu aleyhi ve sellem 12 il Məkkədə ashabını və ümumiyyətlə insanları şəhadət kəlməsini deməyə dəvət edib. Şəhadət kəlməsini deyin, müşrikləri təkfir eləyin, onlardan bəri olun. Namaz da yoxdur, oruç da yoxdur, həcc də yoxdur. Və davamında deyirsən ki, o dəvətə icabət edən Əbu Bakır, Ömər, Osman, Əli, Bilal, Xabbab və s. bunlar dinin əsli olmadan iman gətirib. Yəni sən deyirsən ki, bu müasir xaricilər deyirlər namaz dinin əslindən. Yəni siz bir dənə şey çıxartmışsınız ortalığa, dinin əsli. Birimiz orada bir şey daxil eləyir, birimiz oradan bir şey çıxardır. O deyirsən buna daxil etdiyin üçün kafirsən, bu deyirsən çıxartdığın üçün kafirsən. Yəni indi güya rəddə verdiyin qövm deyir ki, namaz dinin əslidir. Və deyirsən ki, onlara görə, yəni Əbu Bakır, Ömər, Osman, Əli, Bilal, Xabbab bu 12 illərdə namaz qılmır. Sən deyirsən ki, onlar 12 il namaz qılmayıblar və deyirsən ki, bunlara görə, yəni bunlar dini əsli olmadan iman gətiriblər, əslisiz. Bunların fikrinin gərəyi onlar müsəlman olmayıblar, çünki namaz qılmayıblar. Yəni bu sənin sözlərində ha. Bunların fikrinin gərəyi onlar müsəlman olmayıblar, çünki namaz qılmayıblar. Yəni sənə görə Əbu Bakır, Ömər, Osman, Əli, Bilal, Xabbab radiyallahu anhum bunlar 12 il namaz qılmayıblar. 12 il ancaq nə ediblər? Təkfir ediblər müşrikləri. Əssalam. Allahdan qorxmadığını bilirdim. Lakin bu qədər olduğunu təsəvvür eləmirdim. Resulullah sallallahu aleyhi ve sellem'in və onun fəzilətli əshabını iftira etməkdən utanmırsan. Heç həya eləmirsən bunlar deyəndə. Bu deyəndə bunları qulaqlarını eşitmirsən. Elm tələbəsi olaraq elm əhli sifətində insanlar arasında çıxışlar edirsən. İddia etdiyin tövhiddən bu qədər mi cahilsən? Ey cəhl tələbəsi. Sən cəhalət tələbəsin, sən elm tələbəsi deyilsən. Bu hədislərdən xəbərin yoxdursa, hansı elmin tələbəsisən? Hansı tövbədə dəvət edirsən? Allah ki, İbn-i Qayyimin bu beyti laf yerinə düşür. Və in kunta tədri fətilkə musibətun. Və in kunta la tədri fəl-musibətu a'zamu. Əgər sən bilmirsənsə, bu müsibətdir. Əgər sən bilirsənsə, bu müsibətdir. Yox, əgər bilmirsənsə, müsibət daha da böyükdür. İndi öyrən gör, namaz haqqında möminlərin anası Ayşə olan nə deyir? İmam Məlikin rivayətini oxuyaq. Məlik, an Salih ibn Keysan, an Urvata ibn Zübeyir, an Ayşətə zəvcin Nəbiyyə sallallahu aleyhi ve selləmə ənəhə qalət. Furidat əs-salatu rək'ateyni fil hadari və səfər. فأقرت صلاة السفر وزيد في صلاة الحضر. حدثنا وكيع قال حدثنا هشام بن عروة عن أبيه عن عائشة قالت أول ما فرضت الصلاة ركعتين ثم زيد فيها فجعل للمقيم 4. حدثنا ابن عيينة عن الزهري عن عروة عن عائشة إن الصلاة أول ما فرضت ركعتين فزيدت في صلاة الحضر وأقرت في صلاة السفر. فقلت لعروة ما بال عائشة كانت تتم الصلاة في السفر وهي تقول هذا؟ قال تأولت ما تأول عثمان. فلم أسأله ما تأول عثمان. وفي رواية أخبرنا عبد بن سليمان أخبرنا هشام بن عروة عن أبيه عروة عن عائشة قالت فرضت الصلاة حين فرضت ركعتين ثم زيد فيهما بعد ذلك. وفي رواية أخبرنا جرير عن يحيى بن سعيد عن عروة عن عائشة قالت أول ما فرضت الصلاة السفر ركعتان ثم زيد في الحضر ركعتان وتركت صلاة السفر كما هي ركعتان.
وفي رواية حدثنا محمد بن يوسف حدثنا سفيان بن عيينة قال سمعت الزهري يذكر عن عروة بن الزبير عن عائشة قالت إن الصلاة أول ما فرضت ركعتين فأقرت صلاة السفر وأتمت صلاة الحضر. وفي رواية حدثنا عبد الله بن يوسف قال أخبرنا مالك عن صالح بن كيسان عن عروة بن الزبير عن عائشة أم المؤمنين قالت فرض الله الصلاة حين فرضها ركعتين في الحضر والسفر فأقرت صلاة السفر وزيد في صلاة الحضر. İmam Malik Salih ibn Keysan'dan, Urve ibn Zübeyir'den, Nebi sallallahu aleyhi ve sellem cədvəsi Ayşədən o demiştir. Namaz ilk olarak hadarda, yani insanın yaşadığı yerde, mukim olduğu yerde ve seferde iki rekat olarak farz edildi. Sonra ise sefer namazı olduğu için, yani iki rekat olarak ikrar edildi, saklanıldı. Hadarda olan namaza ise müəyyən iki rekat əlavə edildi. İmam Malik'in muvattasında 390 nömrəli rivayet. Əbu Bakr ibn Əbi Şeybə rahimehullah Musannaf'ta 8250 nömrəli rivayette buyurur ki, bize Vaki danıştı, dedi, bize Hişam ibn Urve danıştı, atasından Ayşədən dedi. İlk əvvəl namaz iki rekat olarak farz edildi, sonra ona artırıldı ve mukim, yani Müslüman yaşadığı yerde mukim için zöhr, əsr ve işe namazları 4 rekat edildi. Yine Ebu Bakr ibn Əbi Şeybə rahimehullah 8266 nömrəli rivayette buyurur ki, bize İbn Uyeyne danıştı, Zuhr'dan, Urvadan, Ayşədən. Namaz əvvəlcə iki rekat olarak farz edildi ve sonra hadarda namazı artırıldı ve sefer namazı ise olduğu kimi iqrar edildi. Ben Urva'ya dedim, o bunu bu hadisi dediği danıştığı halde Ayşə'ye ne olub ki, seferde namazı tamamladı, yani tam kılır. O dedi ki, o da Osman təvil ettiği kimi təvil etmiştir. Yani ben ondan Osman'ın ne təvil ettiğini soruşmadım. Yine İshak ibn Rahaveyh rahmetullahi aleyh Müsnədində 575 nömrəli rivayətdə buyurur ki, bize Abda ibn Süleyman haber verdi, bize Hişam ibn Urva haber verdi. Atası Urvadan, Ayşədən dedi. Namaz farz edildiği zaman iki rekat olarak farz edildi. Sonra bundan sonra o ikisine artırıldı. Ve bu rivayetler elhamdülillah yani çoxdur. Darimi, Buxari ve digərləri rivayet ediblər. Malik, İshak ibn Rahaveyh, Ahmed, Abd ibn Humeyd, Darimi, Buxari, Muslim, Abu Davud, Nesai, Abu Yali ibn Xuzeyme, Abu Aban ve İbn Hibban ve başkaları rivayet etmişlerdir. Namazın farz edilmesi bak ilk dönemi budur. Yani vaktin olanda hadis oku. Eyni zamanda deyirsən ki 9 il 10 il namaz yok idi. Dəvətin ilk dönemlerinde Resulullah sallallahu aleyhi ve sellem Kəbənin yanında namaz kılırdı. Sen hadis okumursan zəhmət çəkin, mən oxuyayım, sen qulaq as. İmam Tayalisi buyurur ki حدثنا شعبة قال حدثنا أبو إسحاق قال سمعت عمرو بن ميمون يحدث عن عبد الله قال بينما رسول الله صلى الله عليه وسلم ساجدا وحوله ناس من قريش وثم سلا بعير فقالوا من يأخذ سلا هذا الجزور أو البعير فيقذفه على ظهر النبي فجاء عقبة بن أبي معيط فقذفه على ظهر النبي صلى الله عليه وسلم فجاءت فاطمة فأخذته من ظهره ودعت على من صنع ذلك. قال عبد الله فما رأيت رسول الله صلى الله عليه وسلم دعا عليهم إلا يومئذ فقال اللهم عليك الملأ من قريش اللهم عليك بجهل بن هشام عتبة ابن ربيعة وشيبة ابن ربيعة وعقبة ابن أبي معيط وأمية ابن خلف أو أبي بن خلف شك شعبة. قال عبد الله فلقد رأيتهم قتلوا يوم بدر فألقوا في القليب أو قال في بئر غير أن أبي بن خلف أو أمية بن خلف كان رجلا بادنا فتقطع قبل أن يبلغ به البئر. Bize Şu'be danıştı, dedi, bize Ebu İshak danıştı, dedi, Amr ibn Meymun'u eşittim, Abdullah'tan danışırdı, dedi. Bir defa Resulullah sallallahu aleyhi ve sellem secdedeydi ve onun etrafında Kureyş'ten bir deste adam vardı. Orada da bir de deve içaratı var idi. Onlar dediler, kim bu heyvan veya deve içaratını götürüp Nəbinin kürəyinə atar? O anda Ukbe ibn Abi Muayt geldi ve onu Nəbi sallallahu aleyhi ve sellemin kürəyinə koydu. Ondan sonra Fatıma gelip onu onun küreğinden götürdü ve bunu edenlere beddua etti. Abdullah dedi, ben Resulullah sallallahu aleyhi ve sellemi yalnız o gün onlara beddua ettiğini gördüm. O dedi, Allahümme Kureyş'in zadacanlarını sana havale ederim. Allahümme Ebu Cehil ibn Hişam'ı, Utba ibn Rabi'anı, Şeybe ibn Rabi'anı, Ukba ibn Abi Muayt'ı ve Umeyye ibn Halaf'ı veya Ubey ibn Halaf'ı. Şu İmam Şu'be bu da şak gelir. Sana havale ederim. Abdullah dedi, and olsun ki onların hamısını Bedir günü öldürülüp köhne bir kuyuya veya bir kuyuya atıldığını gördüm. Birce Ubey ibn Halaf veya Umeyye ibn Halaf kök kişi olduğu için onun kuyuya çatırılmadan
qabaq doğrandı. İmam Tayalisinin Musnədində, Əbu Davud Tayilisinin 323 nömrəli rivayətdir. İmam Buxarinin rivayətini oxuyaq. Bizə Abdən danışdı. Dedi, mənə atam xəbər verdi. Şüəbədən, Əbu İshaqdan, Amr ibn Meymundan, Abdullahdan dedi. Mənə Əhməd ibn Osman danışdı. Dedi, bizə Şureyh ibn Məsləmə danışdı. Dedi, bizə İbrahim ibn Yusuf danışdı. Atasından, Əbu İshaqdan dedi. Mənə Amr ibn Meymun danışdı. Abdullah ibn Məsud ona danışdı. Bir dəfə Nəbi sallallahu aleyhi ve sellem beytin, yəni Kəbənin yanında namaz qılırdı. Əbu Cəhl və onun əshabı da oturmuşdular. Birdən onların kimisi kimisinə belə dedi. Sizdən hansınız Bənu filanın heyvan isaatını gətirib Muhammed səzdə edəndə onun belinə qoyar. O qövmün ən bədbəxti göndərildi. O onunla, yəni heyvan isaatı ilə gəldi. Nəbi sallallahu aleyhi ve sellem səzdə edənə qədər gözlədi və o səzdə etdikdə onu onun kürəyinə qoydu. Kürəyinə çiyinlərin arasına qoydu. Mən də baxırdım, heç nəyi dəyişdirmirdim. Kaş ki mənim yəni onlardan qoruyacaq bir arxam köməyim olaydı. Abdullah ibn Məsud radiyallahu anh davam edərək dedi. Onlar bir-birlərinə işarə edərək gülməyə başladılar. Resulullah sallallahu aleyhi ve sellem də səzdədə idi, başını qaldırmırdı. Nəhayət Fatimə onun yanına gəlib, onun kürəyindən atdı. O başını qaldırdı. Sonra 3 dəfə belə dedi. Allahumma, Qureyşi sənə havalə edirəm. Onun onlara bəddua etməsi onlara ağır gəldi. O dedi, onlar elə etiqad edirlər ki, bu şəhərdə edilən dua müstəcəbdir, Allah tərəfindən qəbul edilir. Sonra Nəbi sallallahu aleyhi ve sellem onların bir adlarını çəkdi. Allahümmə, Əbu Cəhli sənə havalə edirəm. Utbə ibn Rabiyanı, Şeybə ibn Rabiyanı, Əl-Valid ibn Utbəni, Umeyyə ibn Xələfi və Uqbə ibn Əbi Muayfi sənə havalə edirəm. O 7-cini də saydı, lakin o yadda saxlanmadı. O dedi, nəfsim əlində olan ond olsun, şübhəsiz ki, mən Resulullah sallallahu aleyhi ve sellemin saydıqlarının hamısını quyuda, Bədir quyusuna sərilmiş gördüm. Budur. Yəni sən 9 il, 10 il namaz yox idi deyirsən, amma Resulullah sallallahu aleyhi ve sellem Kəbənin yanında namaz qılırdı. Hətta burada daha da gələcək dəlillər, yəni dəvətin ilk günlərində, ilk ən başdakı, ən əvvəlincə məhələsində namazın var olduğu da gəldi. Atan bu Quranda var, sənin Qurandan da xəbərin yoxdur. Əbu Sufyanın hədisi var İmam Buxarinin səhiyində, 7 nömrəli hədisdir, 7-ci hədisdir. Orada Əbu Sufyan ki, Heraklin yanında olur, yəni o şəhərində olur, onu da çağırırlar. Həmin qissə məruf, məşhurdur. Orada Herakl soruşur. Yəni, həmin yerə gəlirəm. Hədis məruf hədisdir, uzun hədisdir. Burada Herakl soruşur ki, o sizə nəyi əmr edir? Mən dedim, Əbu Sufyan özü danışır, müsəlman olsa özü danışır bunu. Deyir ki, o deyir, tək olan Allaha ibadət edin. Ona heç bir şeyə şərik qoşmayın və atalarınızın dediklərini də tərk edin. Həmçinin bizlərə namazı, sidqi, iffətli olmağı, qohumluq bağını birləşdirməyi əmr edir. Ancaq tövhid var da başqa şey yox idi. Sən Məkkədə inən suraları oxumursan. Heç olmasa bu Əmməcüdə olan suralar əzbərində yoxdur sənin. Orada ancaq tövhiddən danışılır. Namaz yoxdur o suralarda. Yəni Yəhudilər də bilirlər ki, o suralar Məkkədə inib. Yəni sən namaz yox idi orada. 6-cı məsələ. Deyirsən ki, Resulullah sallallahu aleyhi ve sellem Risaletin əvvəlində Məkkə dönəmində 13 il la ilahe illallaha dəvət edib, hicrətin son 2 ilində namaz fərz olub. Yəni, burada da nə danışdığını bilmirsən, onu keçdik. Sonra da deyirsən ki, namaz fərz olmadan belə təxminən 9 il, 10 il tövhədə dəvət edib. İnsan bununla müsəlman olur. Yəni, 9 il, 10 il Məkkədə müsəlman olan sahabələr namaz qılmırdılar. Müsəlman olur, dinin əsli, dinin purusu və s. Mən onlara heç girmirəm. Bunlar sizin mövzularınız. Yəni, siz insanları İslam'a dəvət edirsiniz, İslam'a daxil edirsiniz, İslamdan çıxarırsınız, kimin təkfir edirsiniz, kimin nə deyirsiniz, kimin ad qoyursunuz, neyiniz. Hesabını bir-bir verərsiniz qiyamət günündə, o siz özü bilərsiniz. Yəni, bu danışdığın şey, yəni, sən bunu ağzından çıxanı qulağın eşitmir. Yəni, sənin xitab etdiyin insanlar, yəni, onların günahı nədir? Niyə onları aldadırsan? Və ardınca da Nəhl 36-nı oxuyursan. Və yenə də ağzından çıxan qulağını eşitmir. Oxuduğun özünü də başa düşmürsən. Ayətdə nə deyilir? وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. And olsun ki biz hər ümmətə Allaha ibadət edin və tağutdan istinab edin deyən Rəsul göndərmişik.
Allah'a ibadet edin. Yani bunu sen özün ayette okuyursan, okuduğunu başa düşmüyorsun ama. Dinleyenlerden mi başa düşmürlər bunu? Allah'a ibadet deyir. Allah'a ibadet senin izahınla iki dənə şehadet kəlməsini dediyin, müşrikləri təkfir etdin və salam. Bundan ibarətdir. Namaz yoxdur, oruç yoxdur, həc yoxdur. Bunu sen özün deyirsən. Sonra ayəmin 64'də oxuyursan. Qul ya əhlal kitabi ta'alu ila kelimetin sevain beynena ve beynekum alla na'budu illallah ve la nüşrike bihi şey'a ve la yettehize ba'duna ba'dan erbaben min dunillah fe in tevallav fekulu şhadu bi enna muslimun. De, ey kitap ehli, sizinle bizim aramızda olan eyni, ortak kəlməyə gəlin və əllə na'buda illallah deyir Rabbimiz. Beynekumdan sonra. Bu əllə kəlməsindəki idğam vardır, yəqin ki bilirsən. Ən, lə. O ən təfsiriyyədir, yəqin onu da bilirsən. Yəni, ortak kəlmənin anlamı nədir? Təfsiri nədir o kəlmənin? Allahdan başqasına ibadət etməyək. İbadət. Və ona heç bir şeyə şərik qoşmayaq. Yəni, nə deyirsən? Yəni, nədə şərik qoşmayasan? İbadətində şərik qoşmayasan, ibadət edirsən, namaz qılırsan, zəkat verirsən, oruç tutursan və s. və s. Və kimimizi də Allahdan başqa özünə rəblər götürməsin. Əgər bundan üst bir şeylər deyilən ki, şahid olun ki, bizlər müsəlmanlarıq. Davamında deyirsən ki, belə birisi əgər şəriətin bildirdiyi şəkildə tövhidi qəbul etdisə, İslam hökmü verilir. Sonra həmin kəsə namaz fərz olur. Deyirdin, namaz yox idi. 9 il 10 il namaz yox idi. Yəni ayətdəki əllə nə'budə illallahı, yəni nə tər oxuyursan, nə tər başa düşürsən, bəlli deyil. Üstəlik, Quran-ı Kərimdə bu qədər ayətlər var. Yəni bunların heç birindən xəbərin yoxdur da. Və aqimis salate tərəfəyin nəhari və zulafən minəl-leyli innəl həsənəti yudhibnəs-seyyiət zəlikə zikra lizzəkirin. Gündüzün iki başında və gecənin bəzi saatlarında namaz qıl. Həqiqətən də həsənatlar, yəni yaxşı əməllər, seyyiətləri, pis əməlləri silib aparır. Bu, zakirlər, yəni ibrət alanlar, zikirlənlər üçün bir zikirdir, xatırlatmada öyüd nəsiyyətdir. Hud surəsi 114-cü ayət-i kərime. Hud surəsi Məkki surədir. Mədəni surə deyil. Məkkədə nazil olmuşdur. Yəqin ki, bunları bilirsən. Əqimis salate liduluki şəmsi ilə qasaqil leyl və Qur'anəl fəcr. İnnə Qur'anəl fəcri kənə məşhudə. Günəş səmanın ortasından meyl etdiyi vaxt əsr, yəni vaxtı və qürub etdiyi vaxtdan gecənin qaranlığı tükənədək namaz qılı və fəcr. Yəni səhər açılanda fəcr namazı vaxtında da Quran oxu. Çünki həqiqətən də fəcrin Qur'anı şahid olunandır. İsra 78. Taha surəsi 13-14-cü ayətlər. Və ənəxtartukə fəstəmi' limə yuhə. İnnəni ənəllahu la ilahə illə ənə fə'budni və aqimis salətə li zikri. Mən səni seçmişəm, yəni salat üçün səni seçmişəm. Odur ki, sənə vəhiy olunana qulaq ver. Həqiqətən də mənəm Allah. Məndən başqa heç bir ilah yoxdur. Ona görə də mənə ibadət et və məni zikr etmək üçün namaz qıl. Yəni 9 il, 10 il sahabələr, Əbu Bakır kimi öz evində namaz qılırdı. Məkkəlilər buna narahat olurdular. Heç bir şeydən xəbərin yoxdur. Hər şeydən qafilsən. Ya da qafil kimi davranırsan. İbn-i Qeyyim dediyi kimi. Məni zikr etmək üçün namaz qıl deyir Rəbbimiz. Subhanallah. Utlu mə uhiyə ileykə minəl kitabi və aqimis salah. İnnəs salate tənhə anil fəhşai vəl munkar. Və la zikrullahi əkbar. Vallahu ya'lem mə tasnaun. Ankabut 45. Kitabdan sənə vəhiy ediləni oxu və namaz qıl. Çünki həqiqətən də namaz insanı fahiş və münkər işlərdən çəkindirir. Doğrudan da Allahın zikri daha böyükdür. Allah sizin nələr etdiyinizi bilir. Qul innə hudallahi huval huda və umirnə li nuslimə li rabbil aləmin və ən əqimus salah və təquh və huvəl-ləzi ileyhi tuhşarun. De, biz Allahı qoyub, bizə nə bir xeyir, nə də zərər verə bilməyənlərə mi dua edəcəyik? Allah bizi doğru yola yönətdikdən sonra şeytanların yer üzündə azdırdığı
Əshabının isə bizə tərəf gəl deyib hidayətə doğru çağırdıqları çaşqın qalmış kimsə kimi geriyə mi döndəriləcək? Şübhəsiz ki, yalnız Allahın hidayəti hidayət yoludur. Biz əmr olunmuşuq ki, aləmlərin Rəbbinə təslim olaq. Eləcə də bizə əmr olunubdur ki, namaz qılın və ondan haqqı ilə qorxun. O kimsədir ki, məhz onun huzuruna toplanacaqsınız. Ənam 71-72. Yəni, deməksə ki, bunların hamısı 9 il, 10 il enməyib bunlar, hamısı son ildə enib, namazla bağlı ayətlər. Rum 31, Taha 132. وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى. Əhlinə namaz qılmağı əmr et, özün də ona səbirlə davam et. Bil ki, biz səndən rizq istəmirik. Əksinə biz səni ruziləndirən, gözəl aqibət təqvanındır, təqva sahiblərinin, müttəqilərindir. Taha 132. Tüm bunları görmürsən sən. Və bu ayət-i kərimələrə də baxsan görürsən, hamısı Məkkə surələrdədir. Və deyildi, Məkkə dönəmdə namaz yox idi. Yalnız son bir ildə vardı. Müsibətə bax, 7-ci məsələ bax, deyirsən ki, Resulullah sallallahu aleyhi və səlləmin ilk etdiyi dəvətin içində namaz yoxdur. Səni dinləyənlər necə dinləyirlər? Yəni, səni dinləyənlərin heç bir Azərbaycan dilini bilmirmi? Ya, mən başa düşə bilmirəm. İlk dəvətin içində namaz yoxdur deyirsən. İlk enən ayətlər Alaq surəsinin ayətləridir. Həmin surədə 9-12-ci ayətləri oxumursunuz siz. Ərəaytəl-ləzi yənhə abdən izə sallə. Ərəaytə inkənə aləl-hudə və əmərə bit-təqva. Bir qulu namaz qılarkən ona bunu nəhy edəni gördünmü? Namaz qılarkən. İlk dəvətdə yox idi bə namaz. Namazı sən nətər çıxartmışsan, namazı eləmişsən, yəni tamamən İslamdan uzaq bir şey eləmişsən. Ərəaytəl-ləzi yənhə abdən izə sallə. Bir qulu namaz qılarkən ona bunu nəhy edəni gördünmü? Necə bilirsən? Əgər o hidayət üzərindədirsə, yaxud da təqvanı əmr etmişdirsə, onda necə olacaq? Yəni, hidayətə mi qadağan edəcək, təqvaya mı qarşı çıxacaq? Yəni, abdən izə sallə. Hara baxırsan sən? Müzzəmmil surəsi. Nə vaxt eləyib? Vəhyin ilk dönəmlərində. يا أيها المزمل قم الليل إلا قليلا نصفه أو انقص منه قليلا أو زد عليه ورتل القرآن ترتيلا إنا سنلقي عليك قولا ثقيلا. Ey libasına bürünen, az bir qismi istisna olmaqla gecə boyu namaza dur. Onun, yəni gecənin yarısını yaxud da ondan bir azını azaltmaqla namaz qıl, yaxud da onu artır və namazında oxuduğun Quranı tərtillə, aramla dənə-dənə oxu. Çünki həqiqətən də biz sənin üzərinə ağır bir söz qoyacaq. Müzzəmmil surəsi 1-5-ci ayətdir. Müzzəmmil surəsinin sonuncu ayətini oxu. İnne rabbeke ya'lemu enneke taqumu adna min thuluthayil-leyli ve nisfahu ve thuluthahu ve taifetun minellezine ma'ak. Vallahu yuqaddiru'l leyla ve'n-nahar. Alima en len tuhsuhu fetaba aleykum faqra'u ma teyassara minel-Kur'an. Alima en seyekunu minkum marda ve akharuna yadribuna fil-ard. İlâ ahiril ayət. İlâ ahiril ayət. Həqiqətən də Rəbbim bilir ki, gecələri sən və səninlə birlikdə olanlardan bir tayfa. Əbu Bakır, Ömər, Osman, Ali radiyallahu anhum ecmaîn. Onun üçdə ikisindən, yarısından və üçdə birindən daha az namaza durursunuz. Müzzəmmil surəsində də Subhanallah, ilk dənbə namaz yoxu deyirsən. Sən nə oxuyursan, sən nəyin tələbəsən, sən nəyə dəvət edirsən? Şuara suresi. فَاِنْ عَصَوْكَ فَقُلْ اِنِّي بَرِيءٌ مِمَّا تَعْمَلُونَ وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ الَّذِي يَرَاكَ حِينَ تَقُومُ وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ اِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ. Əgər onlar sənə asi olsalar, şübhəsiz ki, mən sizin etdiyiniz əməllərinizdən bəriyəm deyə və aziz və rahim olana təvəkkül et. O Allaha ki, sən gecələr namaza qalxdığın zaman da səni görür və səcdə edənlərin arasındakı dolaşmanı da görür. Şübhəsiz ki, məhz odur səmiyə və alim olan, hər şeyi haqqıyla eşidən və hər şeyi haqqıyla bilən. Şuara 216-220-ci ayətlər. Və təqallubəkə fis-səcidin. Səcdə edənlərin arasında dolaşmağını da görür, deyir. Müddəssir surəsi ilk enən, yəni surələrdəndir. İlk enən surədir.
38-43. ayetler. Kullu nefsin bima kesebet rahine. Kullu nefsin bima kesebet rahine illa ashabel yemin fi cennati yetesâelûn anil mujrimin ma selekekum fi sekar kalu lem nekum minel musallin. Her bir nefs herkes kazandığının ettiği emellerin cürobudur. Sağ taraf ashabından başka onlar cennetlerdedirler. Muzrimlerden soruşurlar sizi sakara salan neydi? Onlar diyecekler biz namaz kılanlardan değildik. Muddessir suresi namazdan danışır. Namaz kılmayanın cehennemde olacağından haber versin. İşte ilk davette ilk dönemde namaz yokuydu. Gel okuyayım sana Muddessir suresiyle bağlı bir hadis. İmam Ahmed diyor ki haddesena Haccac, haddesena Leyth, haddesena Ukeyl an İbn Şihab kâle semi'tu Aba Seleme ibn Abdurrahman yekûl akhbarani Cabir ibn Abdullah ennehu semi'a Resulullah sallallahu aleyhi ve sellem yekûl thumme fetera'l vahyu anni fetrah. فبين أنا أمشي سمعت صوتا من السماء فرفعت بصري قبل السماء فإذا الملك الذي جاءني بحراء قاعد على كرسي بين السماء والأرض فجثثت منه فرقا حتى هويت إلى الأرض فجئت أهلي فقلت زملوني 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 فزملوني فأنزل الله يا أيها المدثر قم فأنذر وربك فكبر وثيابك فطهر والرجز فاهجر قال أبو سلمة الرجز الأوثان ثم حمي الوحي بعد وتتابع. وفي رواية حدثنا عبد الله بن يوسف أخبرنا الليث قال حدثني عقيل عن ابن شهاب قال سمعت أبا سلمة قال أخبرني جابر بن عبد الله رضي الله عنهما أنه سمع النبي صلى الله عليه وسلم يقول ثم فتر عني الوحي فترة فبين أنا أمشي سمعت صوتا من السماء فرفعت بصري قبل السماء فإذا الملك الذي جاءني بحراء قاعد على كرسي بين السماء والأرض فجثثت منه حتى هويت إلى الأرض فجئت أهلي فقلت زملوني زملوني فأنزل الله تعالى يا أيها المدثر إلى فاهجر قال أبو سلمة والرجز الأوثان. Bize Haccac danıştı, bize Leys danıştı, bize Ukeyl danıştı. İbn Şihab'dan dedi, Ebu Seleme ibn Abdurrahman'ı eşittim değildi. Cabir ibn Abdullah bana haber verdi ki o Resulullah sallallahu aleyhi ve sellem eşitmiştir değildi. Sonra vahiy bir müddet məndən kesildi. Ben yolda giderken semadan bir ses eşittim. Gözümü semaya doğru kaldırdım. Bir de gördüm ki Hira'da benim yanıma gelen melek sema ile yerin arasında bir kürsünün üstünde oturur ve ben ondan bərk korktum. Hatta yere yıkıldım. Sonra ehlimin yanına geldim dedim üstümü örtün, üstümü örtün, üstümü örtün. Onlar da benim üstümü örtüler ve bu zaman Allah bu ayetleri nazil etti. Eğilip ebasına bürünen, kalk ve korkut, Rabbini tekbir et, paltarını temiz et, rucuzdan uzak dur. Ebu Seleme ibn Abdurrahman deyir ki rucuz bütlerdir. Sonra vahiy kesilmedi ve o devamlı olarak gelmeye başladı. Həmin surə Muddessir suresinde namazdan danışılır. Alaq suresinin inməsindən sonra bir müddət vahiy kesilir, sonra Muddessir suresi. Senin məntiqinlə, senin deməyinlə yani Alaq suresi inip, ilk 5 ayet inip, ondan 10 yıl sonra Muddessir suresi inip. Bu okuduğum rivayetler İmam Ahmed'in Müsnədində 14537, İmam Buxarinin Səhihində 3238 nömrəli rivayətdir. Hədisi İmam Tayalisi, Əbu Bakr ibn Əbi Şeybə, həmçinin Əhməd, Buxari, Muslim, Tirmizi, Nəsai, Əbu Ya'la ibn Hibban və Əbu Avan rivayət etmişlərdir. Yani 7 mesele, 7 şey danıştık, 7 reddiye verdik. İnşallah devam edeceğiz Allah'ın izniyle. Ve ahiru da'van elhamdülillahi rabbil alemin.